De görüm birinci sual. Birinci daxil etmə qurğuları hansı vardır? Hı hı. Hmm, C Hakkında variantı. C variantı. Skyner, kamera, TV tuner. daxil etmə qurğuları, skaner, kamera, telefon, monitor xaric etmədir. B variantı olur. Bəli. Prosesor kompüterin beynidir. Daxil edib xaric etmə kimi qurğusu yox. Plotter də xaricidir, Xaric etmə. printer də xaricidir. Bəli. Geriyə qalır Həm bilirsən. digitizer bəs. Diktasiya qrafik planşetli sensor ekran. Həm daxil edir, həm xaric edir. Sensor ekranlar olur ya, diktazerlər, Hı qrafiki -hı. planşetlər. Yəni onunla həm daxil edə bilərsən, həm xaric edə bilərsən. İkinci suala bax. Bax sənə deyir ki, USB. Aysa P2 ardıcıl portuna portu. USB qoşulur, bir də COM qoşulur. Aysa PC bölü 2 verib, USB-ni verir. Söhbət ardıcıl portlardan gedir. Digər ardıcıl portumuz Bəli, nədir? Com. COM. Aha. Üçüncü suala bax. Üçüncü. Sərt disk Ana yerləşmiş. plata üzərində yerləşmə. Bəli, deyirik ki, ana plata üzərində xarici yaddaş qruplarının heç biri ola bilməz. Diskdə xarici yaddaş qrupusudur. Plotterin tipləri hansılardır? Plotterin tipləri şırnaqlı və matris. O printerin tipidir. Plotterin deyil ki. B, A1 və ya rulon demişdiniz, bəli. Mən dediyim printerin tipləridir. A1, A0 yox. A1, A0 orada istifadə olunan vərəq tipləridir. Sənə vərəq tipini demir. Ümumi plonter Rulon. tipləridir. Planşet və rulonlar. Ne Planşet var və yəni? rulon. Suala diqqət. Mən heç Bunu onu səhv etmədim. təkrarlayır. Bax, burada təkrarlamış olursan. Görsən? Bəli, bəli. 5-i də görüm. Tipdəyəm. Xaric etmə qurğusudur. Printer. Bəli. Altını de. Hı. Mən burada yazmamışdım bunu. Məncə lazer kimi düşünə bilərəm. Maqnit başlıqlı. Diskovatlar deyir sənə. Diskovatlarda informasiyanın yazılması maqnit başlıqlar sayəsində olur. İstəsən bunu qeydin apararsan. Maqnit başlıqlar vasitəsilə olur. Düz bu sual Time-da da vardı. Kainatın kitabında da var idi. Ola bilsin gözündən qaçıb. 7-yə bax. Hansı doğrudur? A variantı düzdür yoxsa səhv? Monitor, printer, skanner çıxış qurğusudur. Skanner yox. Skanner giriş qurğusudur. Aysa skaner giriş qurğusudur. Ona görə deyirsən ki, A Bəli. variantı olmaz. B də səhvdir. C də Pascal deyildi. D variantında printer ikiyə bölünür. E variantı səhvdir, amma D variantı doğrudur. Printer iş prinsipindən görə ikiyə bölünürdü. Zərbli və zərbsiz. Aysa bax, bir dənə deyirik ki, burada bizdən doğrunu istəyir. Çıxış qurğuları deyir, amma skaner daxil etmə qurğusudur. A səhv. Bəli. Yaddaşa görə ümumi xarici, funksiona baxımdan xarici və daxili yaddaş olur. Nəsillərə bölünür. Səhvdir. Nəsillərə element bazasına görə bölünür. Arxitekturanı verən alim Neymandır. Bizə Pascal deyir. Bu da səhvdir. C variantı gelir. Printerin iş prinsipinə görə iki növ var. Zərbli printerlər, zərbsiz printerlər. Bu düzdür. KMOS ana plata üzərində yerləşmir. Xeyr. KMOS-dur, BIOS-dur. Bunlar Yerləşir. ana plata üzərində yerləşir. 8-i də 8-də mənim D variantıdır. bəli, Bunun bəli. HDD sərt diskin ənənəvi işarəsi C hərfi ilə işarə olunur. bəli. 9-a bax. Yanlış axtarırsan. Mikroprosesor verdi kompüter. Fərdi kompüterin daxili qurğusudur. Bəli, Düzdür daxildə də bu. yerləşir. Bu doğrudur. Monitor fərdi kompüterin bütün qurğuların işinə nəzarət edir. Xeyr, eləmiş. Bəli, Monitorun elə bir fərdi. Məsələn, qoşulu yox. monitor xaric etmə qurğusudur. Əsas Bəli. qurğulardan biri olub. Sadəcə xaric edir. İdarə eləmir, nəysə nəzarət eləmir. Ona bax. Qrafiki verilənlərin daxil edilməsi qurğusudur. Qrafiki verilənlər. Qrafiki. Sənə dedim obyekt yönlü deyirsən, mətn tipli deyirsən, klaviatura ilə daxil edirsən. Qrafik isə hazır şablon formasında bu skanerdir. Proqramı daxil edir. Yəni bir şey var, QR kodu yaxınlarsan qrafik formatda orada nə varsa proqramı telefona ötürür. Amma klaviatura ilə mətn formatda gedirsən, sən obyekt yönlü gedirsən, bir-bir daxil edirsən. Qrafika Yadımda. deyəndə bütöv nəzərdə tutur, o da skaner olur, C variantı. 11-ə bax.
E variantıdır. Hmm. Bir dəqiqə. Doğru variant D-yə, isimdə qoy bir ilk dənə D-yə baxım. D-dır deyir. Üçüncü nəsil komitələr. Bazası bax. Əslində D doğrudur sanki. üçüncü nəsil element bazası maqnit disk deyildi. Yaddaş qurğusu idi maqnit disk. Yerlərin səhv. Yerlərin səhv Hı. yazıblar. Bəli. Əməli sistemini Onda E variantı olur. bəli. Ümumiyyətlə Bəli. dedik ki, birinci nəsildə yalnız riyazi hesablama, 2 də alqoritmik dil, yəni mətn emalı, 4 fərdi kompüterin kütləvi istehsalı mikroprosesordur. Qalan nə deyirsə 3 aiddir. Bəli, bəli. Oldu E Tamam. variantı. 12-yə bax. Deyir yerləşmir. Ana plat üzərində yerləşmir. Yerləşir, yerləşmir yox, yerləşir. Yerləşir. Yuvalar yerləşir. Bəli, yox. Şin, Olar, şey var. chipset. Hı -hı. Все. Qida bloku Bir sistem blokunun içərisindədir, amma ana yerləşmir. platada yerləşmir, statistikli ola bilməz. 1, 2, 3, B variantı. Şinlə chipset nədir? Onları da demənə. Chipset idarə eticidir. Aha. Düz Çin deyirəm. informasiya mübadiləsidir, düzdürmü? İnformasiya mübadiləsi İdarə edir. təmin edir. Amma chipset Bəli. həmin o informasiya mübadiləsi var, Birləşdirir. o axını idarə edən qurğu chipsetdir. İnformasiyanı ötürən qurğu şindir. Yuvalar demişkən, daxili, xarici qurğular qoşanlar hansılar idi? Daxili nə qoşur? Hə, Xarici. daxili slot idi, xarici port. Sağ ol, 13-dədir. Yanlış olan istəyirsən. Yanlış olan. Baxan kimi görsənir, sataşır adamın gözünə. Elə A variantıdır. Niyə? Yox, Mərkəzi onun heç yox. Onun içində klaviatur əsas qurğuları, monitor, klaviatur, printer deyil. printer Bəli. Perplexdədir. Bəli, artıq əlavə hissəmizdir bizim. Bu səhvdir. 14-ə bax. Elə A variantıda prosesor eləyir. Çağrıldıqda prosesor işə düşür, əməli yaddaş tərəfindən emal olunur. Elə. Yox, tam tərsini deyirsən. Bax, bunu yadında saxla həmişə. İcra edir A, söhbəti əməliyyat daşa aiddir. Emal edir söhbətə prosesora. Bu bəs emal ikinci hissədə deyilir. İkinci hissəyə prosesor yazmalısan. Birinci hissəyə də əməliyyat yaddaş. İlk işə düşən proqram əməliyyat yaddaşdır və onlar prosesorda emal olunur. həmişə bunları qarışdırıram. Qəsdən belə bir tip sual salarlar, çünki variantlar bir-birinə oxşuyur. Çaşma məqamı çoxdur burada. Həmişə birinci bir işə düşən, ilk işə düşən əməli yaddaşdır. İcra edir söhbət həmişə əməli yaddaşda olur. Emal sözü də həmişə prosesora aiddir. 15-də Doğrunu istəyir. Monitor çıxış qırğısı, bəli. Düzdür. Leyla sən də qoşulmusan, sən də müzakirə elə. Parti verəndə bir dənə qələm aktiv eləyəndə görürəm. Mühakimələrdən hansı doğrudur? Hansı dedin? A variantı doğrudur. Monitor Çıxış çıxış qurğusudur, bəli. Klaviatura giriş qurğusudur, çıxış deyil. çıxış Printer deyil. giriş Printer deyil, çıxışdır. çıxışdır. CD-ROM artıq CD-ROM, CD varsa yaddaşdır bu. bəli, heç aid deyil buna. Və prosesorda giriş çıxış deyil, sadəcə beyindir, kompüteri idarə edir. Bəli. Olur burada A variantı. 16-cı suala baxın. Hansı deyir doğrudur. A yanlışdır. Printer kodlaşma qurğusudur. Yox. CD-ROM giriş qurğusu deyil. Dedik CD varsa bu yad Bəli. A getdi. Monitor çıxışdır. Monitor giriş deyil, çıxışdır, bəli. Bəli. Klaviatura D variantı giriş doğrudur. qurğusudur, düzdür. Bəli, Leyla, böləm düz. 17 Mod- Çevirici Şəbəkə qurğu. bunu keçən dəfə dedim, bax burada yenə çaş. Bəli. Bunun nə olar Çevirici qurğu. modulyasiyadan demodulyasiyaya Bu keçməkdir. düşmə ehtimalı olan bir sual. Çünki modem deyəndə insanın ağlına ya internet gəlir, ya şəbəkə gəlir. Amma ümumiyyətlə dedik ki, model bax, analoqdan rəqəmsala, rəqəmsaldan analoqa deyə bir çevirmə var. Modulyasiya və demodulyasiya deyirlər buna. Ona görə də model necə bir qurğudur? Çevirici qurğudur. Çevirici. Hı. Və bir dənə bunu qeyd edeyim və bunun düşmə ehtimalı çoxdur. Bir dənə bu sual çox vacib sualdır. Bu 14-cü sual. Birinci hissədə həmişə əməli yaddaş olur, emal edən tərəf prosesordur. Bunun düşmə ehtimalı var. Bir də keçən dəfə dedim, inkişaf edən dot matrix printerin növüdür. Bəli. Bu da O da yadımda inkişaf edən qaldı. dot matrixi soruşma ehtimalı var. İnkişaf edən dot matrixi də görən kimi bildi ki, printerdir. Bunda düşmə ehtimalı var. Bunu da qeyd edeyim. 18-ə baxın. Daxil edən
e, Klaviatura ilə mikrofon. klaviatura ilə mikrofon var da. Aha, klaviatura, mikrofon daxil edir, digərləri ancaq xaric etmədi. Printer Xaric. xaricidir, plotter, Monitor plotter və xaricdir. hamısı xaricidir. 19-u deyin görüm. Əsas fərqi. Həcm. Ümumiyyətlə disklərdə ölçü deyə bir şey yoxdur. Disklərin ölçüləri qaranlıq var. Demək olar ki, standart eyni tipli olurlar. Ən böyük fərqləri nədən olur həmişə? Həcmlərində, tutumları fərqli olur. Hı -hı. Burada da olur B variantı. Bir yax dedim, dot matrix görəndə hansı qurğudur? Printer. Printerdə. Inkjetdir, dot matrixdə bunlar printerdən gedir söhbət. 21-ə baxın. Hansı? Disklər çıxırıq diskləri. Qalır C variantı. Daxili yaddaş, bəli, deyil. Daxili yaddaş, Daxili yaddaş. keş İçində yaddaş. div olanlar, disk olanlar hamısı xarici yaddaşdır. Bu elastik diskdir, kılsın yazmayıb. Bu getdi. D variantı disk getdi. Burada yenə disk var. A ilə B də gedir. Geriyə qalır bir dənə C variantı. 22-ni deyin. İkinci nəsildən üçüncü nəslə keçir. Element bazası nə? Tranzis. Tranzistorun integral sistemlə əvəz olunması. Bəli, birinin element bazası nə idi? Evet. Birin element bazası lampalar idi da. Bəli. 2-də İkidə Tranzistorlar. tranzitorlar idi yarım deyəsən. keçici diyodlar, tranzistorlar. Diyodlar. Hə. Üçüncüdə də Üçüncüdə böyük integral. Yox, o böyük integral integral sxemlər. sistem 4-də idi. 3 Bəli, integral böyük sistemdə. integral 4-dür. Aha. fərdi kompüterin yaranması da axırıncı idi də. İntegral sistem 3-dədir. Böyük integral sistem çox böyük. Yəni bislər, sibislər onlar artıq 4-dədir. Yaxşı, xarici yaddaş qurğusu. Birinci nəslin xarici yaddaş qurğusu nə idi? Per Birinci olanlar da nəslin- içində perfokart, perfolent. Perforlent. Aha, perfolara aiddir. 2-nin xarici yaddaş qurğusu. Maqnit lent. Aha, lentlər. Və streamer, maqnit lent. O Streamer. kasetlərin içərisində olan, kameraların içərisində olan lentlər nəzərdə tutur. Üçüncü, Disk. Burada disklər idi Nüvə də. və CD disk deyildi deyib Aytaç, deyəsən. özünü çaşdırma, çünki diskin çox növləri var orada. Sadəcə Maqnit maqnit disk 3-dədir, Bəli. artıq optik disk deyirsə bu 4-dədir. Disk. İkinci nəsil disk 3-də də var, 4-də də var. Fərqləri nədir? 3-dəki maqnit diskdir, Maqnit. 4-dəki optik diskdir. Buradan da yazdıq B variantı. 24, 23-ü deyin görün. Bu 23 2 dənə düşür. Yox, hayır, bu 23. Yo. Chester Winchester şeydi HHD idi. Uzun müddət saxlamaq üçün. Aha, HDD yaddaş qurğusudur. Bəli. İnformasiya. Ən böyük həcmə malik Deyil. olan yaddaş qurğusu deyirik. Ümumiyyətcə bu nə? Xarici yaddaşdır. Xarici yaddaşın nə üçün istifadə edirik? Uzun müddət saxlayır da. Saxlamaq. Bəli, B variantı. Keş. RAM-da deyəsən saxlanır da o. Winchester elə RAM. Winchester RAM deyilir, onunla əlaqəsi yoxdur. RAM. RAM daxildə olan yaddaş. Xarici yaddaş Xaricdir. qurğusudur HHD. Leyla bax, RAM, ROM, cache, register bunlar daxildə olan bir şeydir. Biz dediyimiz Winchester HDD xarici yaddaş qurğusudur. Yəni xarici yaddaş diskdirsə bunu daxildə olan heç nə ilə əlaqələndirə bilmərsən. O keş yaddaşı idi onda Winchester. Keş yaddaşı, keş yaddaş sürətləndiricidir. Keş yaddaşın açar sözü nədir? Sürətləndirmək. GPU-nun sürətini artırıb RAM-a məlumatın ötürülməsini təmin edir. RAM nədir? Əməli yaddaşdır, müvəqqəti yadda saxlanılan. ROM nədir? Daimidir, zavod fabrik. Daimi yaddaşı idi. KMOS vaxt zaman paroldur. BIOS giriş-çıxış baza sistemidir. Registrdə 0-1 ikilik kodlardan ümumi yaddaş qurğusudur. Ən sürətli yaddaş. Ümumiyyətlə sürətin gedişi deyirik, bəli. Birinci gəlir registr, sonra cache, sonra RAM, sonra xarici yaddaş Sonra qurğusu. xarici. Aha, bu ücret sürətin azalımıdır. Həcmin isə artım sırasıdır. 24-ü deyin. 23-ü hansı variant dedik? Bir dənə qeyd edeyim qırağa, B variantı. 24 Inter. Hə, bura B demişik, səhv yazmayıb, sonra şablon atacağım sizə. 24. Inkjet. Dedim dot matrix inkjet nə idi? Printerin bu xüsusiyyətləri. Aha, yenə deyirəm, bu düşmə ehtimalı çoxdur bu sualın. Inkjet də deyə bilər, dot matrixdə printerə aid olan bir xüsusiyyətdir. BIOS harada yerləşir? BIOS Əməli şeydə, yaddaş. ROM-da. Yox. RAM-da, Leyla, RAM-da. əməli Əməli yaddaş yaddaş. sənin elədiyin şeylərdir. Elə bir insan yoxdur ki, deyəm mən kompüteri almışam, içinə BIOS yükləmişəm. Elə bir şey mümkün deyil. Yox, məlumat deyibəndidir, o daimi yaddaşdır. Ha, daimi ROM-da yaddaşdır. ya, Əməli ROM-da yaddaş yerləşir bizim BIOS. icra elədiyimizdir. BIOS kompüterin zavodda, fabrikdə, beynində gələn bir şeydir. Ona görə daimi Özü yaddaş. var. Aha, 26-nı deyin. 26. Yaddaş qurğusunu soruşur səndən. Elastik diskdir.
Bəli. Ümumiyyətlə yaddaş qurğusuzsa mən bunun içində bir şey saxlamalıyam da, düzdürmü? Təbii ki, bu nə olacaq? Disk. Monitor yaddaş qurğusu deyil, xaric etmə qurğusudur. Printer çap etmədir. Anakart, ana plata da deyirlər. Ümumi bütün vacib olan elementləri özündə birləşdirən bir kartdır. Klaviatura isə daxil etmə qurğusudur. Geriyə qalır disk. Xarici yaddaş, RAM, s- Mən 27-yə baxırıq. Bəli, bəli. biri 27 üçdür, deyir ki, biri xarici yaddaş qurğularını seçin. 1, 2, 4, 5, 7. Xarici yaddaş qurğularını seç. Xarici yaddaşda varsa RAM, içində D olanların hamısı xaricidir. H Bəli. dedi, xaricidir. 4 Hmm. xaricidir. 7, Xaricidir. 2 də 2, xaricidir. RAM, ROM daxili yaddaşdır. ah, Və streameri götürürüm yoxsa yox? Götürürəm mən streamer xaricidir. Maqnit lentdir də, düzdürmü? O lentdir də Bəli. streamer lenti bu. gözlə görə bilirik də. Deməli bu da Ardıcıl müraciətlə həmçinin. Ay sağ ol. Keçən dəfə nə demişdik? Birbaşa müraciətdə olanlar maqnit disk, flash Elastik kart, bir də elastik diskdir. Bu üçü birbaşa müraciətlidir. Orada streamerdə görmüşdük maqnit lenti. Dedim maqnit lent streamer artıq ardıcıldır. Sağ ol Aytaç, qəşəng yadına saxlamısan onu şey. 28-i deyin. Mikrofon, Daxil etmə Mikrofon, qurğusu. pen Printer çap mouse, edir. joypad. yoxsa Mikrofonu götürərsiniz. Pen mouse, mouse'un bir mouse qələm. götürürük. Ruçka ilə yazılan. 4 plotter çap etməli. Copy paste götürürük. Joy- Götürürük onu da. Joypad, aha götürərik. 1 3 5. 3 Yox, 5. 2, 3, 5. A 2 3 5 üzr istəyirəm. 2-ni qeyd edib bura vərəqə 1 yazıram. 2 3 5. Aha. Xarici yaddaş quruluşu. 29-a baxan. 1, 4, Disk, 1, 4, 5, 6 məncə. disk, Xarici yaddaş diskləri götürürük. kart, 4 kart, götürərik. Flash kart 4, götürərik. streameri də götürürük də Streamer də desən. götürərik. Bəli, Windows-da Winchester-də daşıyırıq. götürün. Winchester-i də götürürük. Əməli ilə ROM artıq daxildir. Burada olur 1 4 5 6. 30-a da baxın. Daxili yaddaş, Aha. Daimi yaddaş, bir də daimi, əməli. əməli yaddaş. Bir daxili və Birdən əsas bir. yaddaşın növü hansıdır? Əsası soruşur. Daimi, əməli. Bəli, bir daimi, yəni ROM, bir də əməli, yəni ROM-dur. Burada da olur 1 və 5. Всё. Bunu bir dənə rekordunu dayandırım.